Milyardları olan da var. Onun da təhlükəsizlik təminatı yoxdur. O bilmir ki, sabah həbsdə olacaq, yoxsa azadlıqda olacaq. O da xoşbəxt deyil. Yəni, Azərbaycanda xoşbəxt olmayan insanların bir cəmiyyəti yaradılıbdır. Yəni, xoşbəxtlik təkcə maliyyə ilə, təkcə var-dövlətlə ölçülmür. Niyə, məsələn, Azərbaycanın gəncləri Azərbaycandan kənara getməyə can atmalıdırlar? Azərbaycan dünyanın ən gözəl bir yerində yerləşən bir dövlətdir. Azərbaycanın elə təbiəti baxımından, Azərbaycanın elə insanları baxımından, Azərbaycan dünyada ən yaşamalı yerlərdən biridir. İqlimi baxımından, yəni niyə Azərbaycan əhalisi tutaq ki, aylarla günəş üzü görməyən ölkələrə, nə bilim, soyuq yerlərə və ya isti yerlərə, Azərbaycana yad olan bir cəmiyyətlərdə yaşamağa can atırlar ki. Çünki burada azadlıq yoxdur. Burada azadlıq olsa heç kəs xaricə getməyə can atmaz. Əksinə, Azərbaycanı elə bir dövlətə çevirmək mümkündür ki, başqa ölkələrdən Azərbaycana gəlməyə can atsınlar. Məsələn, Azərbaycanın günəşinin biz qədrini bilmirik. Məsələn, Avropada gedib, mən tez-tez Avropaya gedib gəlirəm. Məsələn, mən görürəm ki, birdən oradan bir günəş çıxanda hamı günəşin altına özünü verməyə çalışır ki, o günəşin şüaları ona dəysin. Amma Azərbaycanda belə bir problem yoxdur. Yəni, Azərbaycanda günəş var, Azərbaycanda isti, normal, yəni isti həddən artıq çox deyil, soyuq həddən artıq çox deyil. Əlbəttə ki, yəni bu ölkəni cənnətə çevirmək mümkündür. Siz bilirsiniz, məsələn, Türkmenistanda, mən bunu dəqiq bilirəm, yəni özüm şahid olmuşam bu söhbətin, Türkmenistanın bəzi regionlarında Azərbaycan sözü ilə cənnət sözü sinonimdir. Onlar cənnət sözünü Azərbaycan deyəndə onlar bilirlər ki, söhbət cənnətdən gedir. Çox maraqlı. Yəni Azərbaycan sözü cənnət sözünün sinonimidir və elə bax, Xəzər dənizinin o üzündə olan bir dövlətdədir. Oradan da Azərbaycanı cənnətə çevirmək mümkündür və bunun üçün bütün ilkin şərtlər mövcuddur. Azərbaycanda həm təbii resurslar, həm insan resursları, həm Azərbaycanın yerləşdiyi geopolitik ərazi, indiki siyasi şərait imkan verir ki, Azərbaycan xoşbəxt bir cəmiyyət olsun və Azərbaycanda yaşayan bütün insanlar bir xoşbəxt dövlətin, xoşbəxt cəmiyyətin bir üzvü kimi özlərini hiss etsinlər. Təəssüf ki, bir qrup adam Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının xoşbəxt olmasına, özünü rahat hiss eləməsinə, azad hiss eləməsinə